Salam, hər vaxtınız xeyir olsun. Biz bugün Eylül Akademinin hazırladığı 9-cu siniflər üzrə buraxılış imtahanı dil qaydalarının izahına baxacağıq. Azərbaycan dilindən olacaq suallarımız. Deməli, birinci 31 hansı cərgədəki sözlərin hamısı düzgün yazılmışdır? Məşhur sözündə ş birincidir. Deməli, burada səhvlik var. Əqrəba sözü, burada da səhvlik var. Ancaq tənbəl sözü doğrudur. Keçdik pambıq sözü doğru, yanlış sözü doğru, layihə sözü doğru. Cavabımız B variantı. Digərində baxırıq. Əskilmək sözündə s birinci olmalıdır. Burada da bu səhvdir. Casus sözü düzdür. Qaynata isə qayınata şəklində yazılışı görməliydik. Yəni ı ilə. C variantı da səhvdir. Vermeşil yox, vermişel olmalıdır. Yəni burada i ilə eyni yer dəyişi düşüb. Öz kürək. Sonra kəhraba isə doğru yazılıbdır. Deformasiya doğru. Asfalt, bir də avtobus. Yəni burada tamamilə yanlışdır. F olan yerdə V yazıblar, V olan yerdə isə F yazıblar. Belə cavabımız B variantı. Keçdik növbəti sualımıza. Çoxaltma dərəcəsində olan sifətin işləndiyi nümunəni tapın. Çox çalışdıran çox çalışandan daha çox qazanır. Biz bilirik ki, çox sözü, bəli, çoxaltma dərəcəsini ifadə edə bilər. Ancaq ki, sifətdən əvvəl gələrsə. Burada isə feildən əvvəl gəlibdir. Ona görə biz bunu ədat kimi yox, yəni çoxaltma dərəcəsini düzəldən ədat kimi yox, biz bunu sadəcə kəmiyyət, yəni miqdar zərfi kimi başa düşməliyik. İşlənən 3 sözün, yəni çox sözün 3-ü də burada zərf bildirir. Deməli, A variantı getdi. Astaca qonaqların yanından içəri keçdi. Burada astaca zərf, üstə gəl, ədat birləşməsidir. Yəni, burada dediyimiz kimi, əgər cacə sifətə qoşulursa, o çoxaltma dərəcəsi ifadə edir. Zərfə qoşulduğuna görə buradakı cacə ədatı çoxaltma dərəcəsi bildirmir. Çünki dərəcələnmə yalnız sifətə məxsusdur. Süreyya xala bir stəkan tünd çay. Əgər tünd sözündən sonra gələn söz isimdirsə, burada yalnızca bir söz birləşməsini görürük. Yəni, burada çoxaltma dərəcəsi yoxdur. Əhməd müharibədən sonra olduqca böhranlı günlər. Böhranlı sifətdir, bəli, olduqca isə ədatdır və qüvvətləndiricidir. Həmin bu ədat çoxaltma dərəcəsini düzəldə bilər. Balaca hazırlığa gedəndən daha yaxşı yazırdı. Burada daha da qüvvətləndiricidir. Ancaq yaxşı sözü sifət yox, zərfdir. Hardan bildik? Özünün tabi olduğu sözdən baxırıq ki, bəli, yaxşı sözü hərəkətə aiddir. Deməli, orada zərfdir. Növbəti 33-cü sualımıza baxaq. Cərgələrin birində G hərfi ardıcıl olaraq Ğ, X, K, Q səslərini ifadə edir. Baxaq, haqsızlıq, haqsızlıq yox, özü də haqsızdıq şəklində, ancaq özündən sonra saitlə başlanan söz gəldiyinə görə burada biz Ğ-nı görürük. Sonra balıq qulağı, bu 2 Q olsa da K şəklində tələffüz olunmur. Mürəkkəb sözdə birinin sonu, birinin əvvəlində işlənən Q-dan birincisi X şəklində tələffüz olunur. Yəni, bu şəkildə. Balıq qulağı. Deməli, biz burada sırası ilə Ğ-nı, X-nı, K-nı və Q-nı görmədik. Qarışıq oldu. Ona görə A variantı getdi. Növbəti qapanmaq. Burada Q-nı görürük birinci. Yəni, cavabımız yenə bu deyil, amma digərlərinə də gəlin baxaq. X. Yenə eyni qaydada burada biz X-nı və Q-nı görürük. Həm də burada K yoxdur. Keçdik C variantına. Arıq-uruq. Əgər özündən sonra saitlə başlayan söz gəlibsə, mürəkkəb söz belə olsa, orada biz Ğ-nı görəcəyik. Sonra uruq dedik, X, Ğ, X gəlir. Təvəq, Q, sözün kökündə olduğuna görə birinci K-dır, ikinci Q-dır. Yəni, bunu da transkripsiyasını almaq lazımdır. Sadəcə yer məhdudiyyətindən dolayı sözlərin üstündə göstərmirəm. Cavabımız C variantıdır. Aşiq olmaq, özündən sonra saitlə başlanan söz gəldiyinə görə normalda bu söz aşiq şəklində tələffüz olunur. Ancaq həmin sözə saitlə başlayan sözü artıranda o
Ğ-ya çevrilməyəcək. Əksinə q olaraq qalacaq. Yəni k-dan q-ya keçəcək. Çünki bu bir qaydadır ki, alınma mənşəli sözlərdə sözün sonu k ilə tələffüz olunur bu tipli sözlərdə və ona saitlə başlayan sözlər artıranda k q-ya çevrilir, ğ-ya yox. Deməli, burada q gəlib, sonra x gəlib, sonra məntiq yenə k gəlib və yenə q gəlib. Yəni, bu şəkildə davam edir. Eyni zamanda burada ğ da yoxdur. Qonaq olmaq. Bax, burada tələffüz bu şəkildədir. Qonaq olmaq. Aha. Baxırıq, görürük burada nə var? Q var, ğ var və yenə x var. Yəni, sırada ardıcılıqda pozuldu. Təksirli. Bilirik ki, kar samitin yanında q, söz ortasında k şəklində tələffüz olunur. Cingilti samitin yanında isə q şəklində tələffüz olunur. Baxdığımız kimi, onsuz da sıranın pozulduğunu biz demişdik. Yəni, ehtiyac deyil ki, başqa nəsə deyək. Ancaq yenə də sonacan tələffüzünü qeyd eləməyə çalışdım ki, başqa yerdə qarşınıza çıxsa, bunu həll edə biləsiniz. Keçdik 34-də. Yalnız mənsubiyyət şəkilsi qəbul edərkən kökünün son saitini itirən sözləri müəyyən edin. Bu, aiddir bizim isim bölməsində qapalı saitlərdə söz sonunda saitin düşməsi məsələsinə nə zaman olurdu? Milli mənşəli sözlərdə və alınma mənşəli sözlərdə. Əgər milli mənşəli idisə, biz orada yalnız mənsubiyyət şəkilsi qəbul edəndə söz kökündə saiti salırdıq. Yox, alınmadısa, həm hal, həm də mənsubiyyət şəkilsi qəbul edəndə burada söz kökündə sait düşürdü. Deməli, yalnız mənsubiyyət deyirsə, biz nəyi axtarırıq? Milli mənşəli sözləri. Milli mənşəli sözlərimiz də tərkibində qapalı saat iştirak edən bədən üzvlərimizdir. Eyni zamanda bəzi qohumluq əlaqələr bildirən sözlərdir. Gəlin, baxaq görək söhbət hansı sözlərdən gedir. Məsələn, beyin, çiyin, alın, ağız, burun, daha sonra ovuc, qoyun qucaq mənasında, sonra qohumluq əlaqələrindən qayın, oğul, alınma olsa da ağıl sözü də bura daxildir və s. Yəni, bu şəkildə olan sözlər söz kökündə yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən öz saitini itirir. Deməli, biz bu sözlərdən olanları tapmalıyıq. Yəni, 2, 4 və 5. Taxıl sözü ümumiyyətlə dəyişmir. Zihin və fəsil sözləri alınma olduğuna görə həm hal, həm də mənsubiyyət olanda söz kökündə öz saitini itirir. Cavabımız olmalı idi Y variantı. Daha sonra 35-ə keçəcəyik. Əvvəlcə bunu təmizləyək. Aha. Deyir ki, tünd qara hərflərlə verilmiş sözlərdən hansı adlı halda deyil? Baxırıq. Öz ana dilini bilməyənlər. Ana dili söz birləşməsidirmi? Bəli. Söz birləşməsi kimi, gördüyünüz kimi ikinci tərəfdə mənsubiyyət şəkilsi var. Mənsubiyyət şəkilsi işləndiyinə görə birinci tərəfdə də yəlik hal var. Burada isə yəlik hal şəkilsi olmadığına görə biz bunu qeyri-müəyyən yəlik halda götürürük. Ona görə də elə cavabımız A variantıdır. Yenə də digərlərini oxuyaq. Ana övladı üçün bütün çətinliklərə qatlaşan varlıqdır. Kim? Ana. Varlıqdır. Necə varlıqdır? Övladı üçün bütün çətinliklərə qatlaşan bu şəkildə götürülməlidir. Yəni, ana burada adlı halda və mübtədadır. Sən anasan, burada isə şəxs sonluğu ilə işlənən biz ananın sözünü görürük və bu da təbii ki, adlı halda işlənməsinə nümunədir. Mahnı da oxuyur, şeirdə yazır, deyir. Bəstəkar analar cəm şəkilsi ilə işlənən adlı halda olan sözü görürük. Anası oğluna, əgər s varsa, o bir qayda olaraq mənsubiyyət şəkilsidir. Və biz bunu yalnız mənsubiyyət şəkilsi ilə işləndiyinə görə adlı halda qəbul edəcəyik. Deməli, yalnız A variantı adlı haldan kənar bir halda işlənmişdir. Növbəti 36-cı sualımız. Hansı cərgədəki bütün sözlər amonimlik xüsusiyyətinə malikdir? Deməli, tər sözünü biz iki cür götürə bilirik. Həm təzə tər sifət kimi, həm də ki, bədəndən isti havalarda çıxan maye şəklində deyək. Bu da isimdir. Sol sözünü həm feil kimi, həm də ki, sol tərəf, sağ tərəf bu şəkildə də götürə bilirik. Amma bildir sözünü sona düşəndə feil kimi götürürük. Əvvələ düşəndə vurğusu bunu zərf kimi götürürük. Vurğusu dəyişdiyinə görə biz bunu amonim saya bilmərik. Amonimin tərifində həm yazılışı, həm
deyilişi, həm vurğusu, həm də başlanğıc forması eyni olan sözlər nəzərdə tutulur və deyilir ki, bax, eynidirsə, yox, bu zaman qrammatik mənası və leksik mənası, qrammatik mənası fərqlənə bilər də, məsələn, isim də olar, feil də olar, amma leksik mənası müxtəlif olmalıdır. Amma bu yazdıqları mütləq eyni olmalıdır ki, biz buna amonim deyək. Və buna görə də bildir sözünü biz götürməyəcəyik. Çünki bu 4 şərtdən birini pozur, yəni vurğusu fərqlənir. Eyni zamanda əkin sözü də belədir, gəlir sözü də belədir. Sonra keçdik əsir sözü. Burada da başlanğıc forması fərqlidir. Biri var əsir, qul, kölə mənasında, bu zaman bütövdür. Bir də var əsir, külək əsir. Biz buna amaforum deyirdik. Gözəl sözü sifət və zərfdir və burada əlamət bildirdiyinə görə hər ikisi biz bunu leksik mənası yaxın söz kimi qəbul edirik və buna görə də onu amonim saymırıq. Amma C variantında yar sözünə gəlin baxaq. Yar dost mənasında, bir də feil kimi. Tala meşədə açıq yer, bir də var talamaq, çapmaq, oğurlamaq mənasında. Mürəkkəb biz bunu həm qələmlərin içərisində olan mürəkkəb kimi götürə bilirik, həm də ki çətin sözünə sinonimi kimi götürə bilirik. Cavabımız C variantıdır. Növbəti 37. Hansı nümunədə sifətin quruşca yalnız bir növündən istifadə olunmuşdur? Gəlin cavabımızı axtaraq. Söylə gözəllərin dodaqlarından bu oynaq gülüşlər umulmuşmudur? Gözəl, sadə, oyna, oynaq, düzəltmə. Nə gözəldir səhərlər bizim böyük ruhumuz. Səhərlər sadə, daha doğrusu gözəldir, sadə, səhərlər zərfdir. Böyük sözü isə düzəltmədir, yəni sifətdir. Bu da deyil. Yenə bir vuraydı qəlbimiz gizli-gizli, sən ey əsmər bənizli. Əsmər, sadə, bənizli isə düzəltmə. Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəhliklər, ayna bulaqlar. Burada bir dənə sifət var, o da quruşca düzəltmədir. Ayna sözü isə isimdir. Hər dalğa bir kişniyən bəyaz yallı at kimi, bizim bu həyat kimi. Bəyaz, sadə, yallı isə düzəltmə sifətdir. Cavabımız doğrudur. 38. Cərgələrdən birində hər iki sözün yazılışı səhvdir. Rəsmxət sözündə biz i yazmamalıyıq. Fövqəladə sözündə fövqəladə. Bax, burada düzgündür. Ona görə də biz bunu çıxırıq. Yəni, bizdən hər ikisinin səhv olduğunu istəyir. Anbar düzdür. Kəşfiyyat feilə olmalıdır. Burada da biri səhv, biri düzdür. Kirpik düzdür. Kirpik sözündən yadımızda saxlaya bilərik. Laborant, bu da düzdür. Yəni, hər ikisi düzdür burada. İllüstrasiya düzdür. Tövsiyə sözündə bir y var. Amma zanbax sözü və iməccilik sözü. Yəni, orada c ilə l-nın arasında i olmalıdır və m, n şəklində yazılmalı idi. Cavabımız Y variantı. Növbəti 39-cu sualımız. Verilən xüsusiyyətlərinə uyğun sözü müəyyən edin. Kökü amonimliyə malikdir, söhbət kökdən gedir. Deməli, çalış sözü, quru, qurut, qurutmaq. Deməli, burada maq qrammatik şəkilçidir. Bu sözümüz isə bizim qurumaq feilindən yaranıb. Çünki t şəkilsi adlardan feil düzəldən şəkilçi kimi nəzərdə tutulmur. Bu feildən feil düzəldən şəkilçidir. Sonra hər birinin kökünü tapaq ki, sonra bizə onun amonim olub-olmadığını dəqiqləşdirmək rahat olsun. Bax, bu şəkildə davam edirik. Deməli, köklərini müəyyənləşdirdik. Kökünün amonim olmayan hissə hansı sözdürsə, bax, o sözləri çıxırıq. Bir dənə B variantı, çalışmaq sözünün kökü amonim deyil, getdi. Düzəltmə sözdür, baxırıq. Verilən digər sözlərin hamısı düzəltmədir. Çünki hər birində leksik şəkilçi var. Bura qədər problem yoxdur. Ancaq nəticə itibarilə biz birini seçməliyik. Yazılışı ilə tələffüzü arasında fərq yoxdur. Fərq yoxdur deyirsə, sıxlıq, bu x şəklindədir, getdi. Qurutmaq, bu da x şəklindədir, bu da getdi. Yerdə qaldı bizim iki variantımız. Bağlandı və düzləndi. Z-lı uşaqlar birləşəndə z-dı şəklində tələffüz olunur. Məsələn, duzlu, duzdu. İndi burada da elədir. Düzləndi, düzləndi. Amma bağlandı, bax, görürsünüz, bağlandı. Necə fərqli tələffüzdür? Heç cür. Deməli, fərq yoxdur deyirsə, biz seçməliyik A variantını.
Növbəti sonuncu sualımız cümlələrdə fərqləndirilmiş sözlərin ismin hallarına uyğunluğunu müəyyən edin. Birinci, adlı haldadır, yiyəlik haldadır, təsirli haldadır. Ağdamda çörək muzeyi. Yenə söz birləşməsinin birinci tərəfi olduğuna görə bu qeyri-müəyyən yiyəlik haldır. Deməli, biz bura yazmalıyıq A-nı. 2-yə A-nı yazdıq. Nənəm təndir çörəyi bişirərdi. Bişirərdi. Kim? Nənəm. Nəyi bişirərdi? Nə bişirərdi? Təndir çörəyi. Söz birləşməsinin ikinci tərəfidir. Düzdür, burada mənsubiyyət şəkilsidir i. Ancaq ki, biz burada feilin yanında olan çörəyi sözünü təsirli hal kimi götürməliyik, qələmə verməliyik. Çünki biz onu asanlıqla müəyyən təsirliyə çevirə bilərik. Məsələn, təndir çörəyini bişirərdi. Deməli, bu da təsirli hal olaraq qəbul edilməlidir. Yazdıq. Təndir çörəyi özünə məxsus dadı və qoxusu ilə seçilir. Bax, burada mübtəda vəzifəsində olan söz birləşməsini görürük. İkinci tərəfdə mənsubiyyət şəkilsidir. Deməli, bizim başqa mübtədadırsa əgər hal şəkilsinə ehtiyacımız yoxdur. Ona görə də biz bunu adlı halda götürəcəyik. Anam çörək bişirmək üçün. Yenə feilin yanında yer alan çörək sözü qeyri-müəyyən təsirli halda olmalıdır. Çünki biz onu asanlıqla müəyyən təsirliyə çevirə bilirik. Həm də ki, təsirli halın, xüsusən də qeyri-müəyyən təsirli halın yanı feilin yanıdır. Çörək faydası elə də çox olmayan qidalardandır. Nə çörək? Bax, bu mübtədadır. Mübtəda olduğuna görə də adlı haldadır. Cavabımızı tapaq. 1 C-Y, 2A, 3B-D. Yəni Y variantı. Bu şəkildə izahlarımızı bitirdik. Ümid edirəm, hər birinizə faydalı olar. Növbəti izahlarda görüşənədək sağollaşıram. Hələlik.